Maestro Niyazi 1912-ci il avqustun 20-sində qızmar bir yay günündə Tiflisdə bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində bir oğlan uşağı doğuldu. Körpəyə Niyazi adını qoydular. Qardaşı oğlunu ilk dəfə görən və ona diqqətlə baxan görkəmli bəstəkar Üzeyir Hacıbəyli qeyri-iradi bu uşağa Knyaz dedi. O vaxtdan uşağı Knyaz deyə çağırmağa başladılar. Sonralar Zülfüqar Hacıbəyovun ailəsi Bakıya köçür. Niyazinin uşaqlıq illəri görkəmli sənətkarların əhatəsində keçir. Niyazi əvvəlcə hərbiçi, sonra idmançı olmaq istəyir. Futbol hakimliyinə, təyyarə idmanına maraq göstərir. Dinamo cəmiyyətinin ağır atletika yarışlarında iştirak edir. Hətta 56 kiloqram çəki dərəcəsində Bakı və Azərbaycan çempionu olur. Dirijor kimi məşhurlaşdığı illərdə isə Azərbaycanın Ağır Atletika Federasiyasına rəhbərlik edir. Niyazi Tağızadə Hacıbəyov ilk musiqi təhsilini Bakıda alıb. Moskvada Qnesinlərin musiqi məktəbində, Leningrad, indiki Sankt-Peterburq Mərkəzi Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Dağıstan Maarif Komissarlığına göndərilən Niyazi, Mahaçqalada gələcək ömürgün yoldaşı Həcər xanımla tanış olub. Həcər xanımın xatirələrindən aydın olur ki, ailə həyatının ilk illərində güzəranları ağır keçib. Niyazinin yeganə kostyumuna hər mövsümə uyğun boyaq vurublar. Payızda və qışda ayaqqabısına qat-qat qəzet qoyublar ki, su keçirməsin. Niyazinin dirijorluqda ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti günləri ilə bağlıdır. O burada Üzeyir Hacıbəylinin Koroğlu və Müslüm Maqamayevin Nərgiz operalarına dirijorluq edir. Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leningrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə Humayun xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib. Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib. Əlbəttə, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. 22 yaşında bəstələdiyi Zakatala suitası, Rast simfonik muğamı, Xosrov və Şirin operası və Çitra baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur Hind yazıcısı Rabindranath Tagorun Chitraganda fəlsəfi dramı əsasında yazılmış Çitra baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb. Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSR xalq artisti fəxri adına layiq görülüb. Orden və medallarla təltif edilib. Niyazi 1984-cü il avqustun 2-sində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.